Gör bu hakkı ədalətdir mi? Füzuli də şair. Bugün Tanrı Elsa Seyid Cahan da şair kimi. Hacı Mailün Əcələmdarın ruhlarından eyibdir. Çaşıb apararsan özünü nardaran da şair. Çox nadir meyxana deyənin şeir yazmaq kimi bir istedadı olur. Çünki şair olmurlar, şair doğulurlar. Əgər bugünkü gün bir nəfərin içində şairlik istedadı fitrətən yoxdursa, onun şairlik iddiasında olmağı tək Nardaranda yox, harda olursan ol, Hacı Ələmdarın, Hacı Mailin ruhlarından eyibdir, onların ruhuna hörmətsizlikdir. Əfsuslar olsun ki, biz bəzən söz yığını ilə, söz toplusu ilə həqiqi şeiri səhv salırıq. Tərlan Maştağalı özünə və meyxanasına rəğbət bəslədiyim meyxana deyənlərdəndir. Meyxanasını müşahidə eləyəndə əruzdan xəbərdar olmağı da hiss olunur. Əl yazmalarımdan da meyxana ətri gəlməz. Bəli, meyxana ətri. Meyxananın öz ətri var, qəzəlin öz ətri var. Düşünürəm ki, Tərlan da haqqı yeyilən, xiridar tərəfindən həqiqi dəyəri görməyən meyxana deyənlərdəndir. Bu demirəm, 100% belə olacaq. Misalən ərz eləyirəm, əgər birdən qiyamət günü xiridar tərəfindən haqqı yeyilən meyxana deyənə fürsət verilsə, bizim o dünyada dərimizi soyacaqlar.